Salam, hər vaxtınız xeyirli olsun. Bu günlərdə Python-dan maraqlı bir suala baxacağıq. Gəlin sualımıza baxaq. Demək, A bərabərdir input, B bərabərdir 2 və C bərabərdir B vurulsun A. Print A üstə gəlsin, C-ni təyin edin. Deyir ki, şərtdə də verib ki, klaviaturadan 30 qiymətə daxil edilərsə, nəticəni müəyyən edin. İndi gəlin gedişata baxaq. A bərabərdir input daxil etdik. B bərabərdir 2, C bərabərdir B vurulsun A. B-nin qiyməti 2-dir, A-nın qiyməti də 30. Vurduq 60. Sonra A-nın üzərinə C-ni gəlirik. A-nın qiyməti neçədir? 30 daxil etmişik, üstə gəlinsin C. Eləyir 90. İndi gəlin cavabı yoxlayaq. Sonra biz nədə səhv eləyirik ona baxaq. Deməli, bizdən qiymətin daxil edilməsini istəyir. 30 qiyməti daxil etdim. 30, 30, 30. 3 dənə 30 qiymətini bizə verdi. Amma sadəcə biz 90 istəyirdik. Baxın, səbəb nədir? A bərabərdir inputla daxil ediriksə qiyməti. Input bizdən qiyməti alır, məlumatı alır, sadəcə sətir tipində götürür. Sonra sətir tipində götürüb B bərabərdir ki, öz yerində C bərabərdir. B-ni A-ya vurur. B-nin qiyməti 2-dir. Sonra həmən o 30 var ha. 30 mətn kimi oxunur. Input mətn kimi götürür. Onda biz 30-u 2-yə vursaq, mətn tipində olanı 30-30 verəcəkdir. Yəni 2 dənə 30-30. Düzdür? 2 dənə 30-30 oldu. Sonra print A üstə gəlsin C. A-nın qiyməti neçə oldu? 30 idi. Yenə bu 30-30-u toplayanda bizə nə verəcək? 3 dənə 30-u vermiş olacaqdır. Yaxşı, bəs biz gəlin onda 90-ı necə ala bilərik? İndi ona da baxaq da. Bu inputun əvvəlinə bir int yazacağam. Bir dənə də mötərizə qoyaq. Renon edib nəticəmizə baxaq. İndi bizdən qiymət daxil edilməsini 30-u daxil etdik. Nəticəmiz 90 olmuş oldu. Baxın, input string mətn tipində idi. Int-in funksiyası nə oldu? Həmən o qiyməti tam ədədə çevirdi. Mətn tipində idi, integerə çevirmiş oldu. Cavabımız oldu 90. 30 idi. Mətn tipində idi. Oldu tam ədəd, integer oldu. Sonra B-ni A-ya vuranda 2-ni həmən 30-a vuranda nə elədi? Həmən də o tam ədəd daxil. Eləyir 60. Sonra aşağıda toplayanda 60 ilə 30-u toplayanda 90 vermiş olur. Sadəcə bir də bunu demək istəyirəm. Burada bəs deyirlər ki, müəllim, int yazsaq tək. Int yazsaq, cavabı yoxlasaq nə olar? İndi gəlin ona da baxaq. Baxın, 0 verdi. 0 niyə verdi? Çünki int-də sən heç nə daxil eləməmsən, 0. Int sadəcə çevirici rolunu oynayır, diqqətli olun. Int çevirici rolunu oynamış olur. Ümid edirəm ki, bu sualım sizə tam aydın oldu.